İsmin mənsubiyyətə görə dəyişməsi qaydası. Şagirdlərin yaralı yeri, belə deyək ki, bu qayda Azərbaycan dilində şagirdlərin, abituriyentlərin ən çox qarışdırdığı, cümlə daxilində ən çox səhvə yol verdikləri qaydalardan biridir. Mən bu videoda sizə mənsubiyyətə görə dəyişməni ən sadə dillə izah eləməyə çalışacağam. Əvvəla mənsubiyyət sözünün mənşəyinə nəzər salaq, mahiyyətini başa düşək. Mənsubiyyət nə deməkdir? Mənsubiyyət mənsub olmaq, aid olmaq sözündən götürülüb. Mənsub olmaq, aid olmaq o deməkdir ki, yəni bir kəsə aid olan hansısa bir əşyadan söhbət gedir. Bu əşya mənə də aid ola bilər, sənə də aid ola bilər və yaxud onlara da aid ola bilər. Ümumilikdə bizə də aid ola bilər. Məsələn, kitab deyəndə hansısa bir kitabdan söhbət gedir. Amma sənin kitabın deyəndə sırf sənə aid olan kitabdan söhbət gedir. Və yaxud qələm deyəndə hansısa bir qələmdən söhbət gedir. Mənim qələmim deyəndə sırf mənə məxsus olan bir qələmdən söhbət gedir. Deməli, mənsubiyyətdə bir kəsə aid olan bir əşyadan söhbət gedir. Tutaq ki, deyirsən, filan kəs mənim dostumdur və yaxud o mənim bacımdır deyəndə hamı bilir ki, yəni bu bacı mənimdir, sənin deyil. Və yaxud dost deyəndə mənim dostum. Bəzən biz məntiqi vurğu ilə deyirik, o mənim dostumdur. Biz fərqləndirmək istəyirik ki, o dost mənə aiddir, yəni sənə aid deyil. Və yaxud deyəndə o mənim bacımdır deyəndə biz digərlərindən fərqləndirmək üçün, yəni o bacı mənə aiddir, sənə aid deyil fikrini bildirməyə çalışırıq. Ona görə də burada diqqətli olmaq lazımdır. Hər hansısa bir kiməsə aid olan əşyadan söhbət gedirsə, deməli burada mənsubiyyət var. Mənim qələmim ola bilər, sənin çantan ola bilər, onun atası ola bilər və yaxud bizim bacımız ola bilər. Burada həmin o mənsubiyyətə görə dəyişən əşyalar bizə aid olan, sənə aid olan, mənə aid olan əşyalardır. Ona görə də belə yerlərdə diqqətli olaq. İndi baxaq mənsubiyyət şəkilçili sözə. Mənsubiyyət şəkilçili söz heç vaxt tək işlənmir. Mütləq özündən əvvəl yiyəlik halda olan sözlər tələb eləyir. Adətən də şəxs əvəzlikləri tələb eləyir. Mən burada qeyd eləmişəm şəxs əvəzliklərin. Mənim, sənin, onun, bizim, sizin, onların. Bunlar şəxs əvəzlikləridir. Yəni bu sözlərdəki şəkilçilərin mənsubiyyət şəkilçiləri ilə heç bir əlaqəsi yoxdur. İndi baxaq birləşmələrə. Mənim dostum. Mənim dostum deyəndə mənə aid olan dostdan söhbət gedir. Deməli, burada dost sözü mənsubiyyətə görə dəyişib. Yəni, aid olub. Kiməsə aiddir. Bu dost mənə aiddir. Sənin dostun deyəndə dost sözü sənə aid olub. Artıq sənin dostundan söhbət gedir. Mənim dostumdan söhbət getmir. Deməli, dost sözü burada mənsubiyyətə görə dəyişib. Kiməsə aid bir dostdan söhbət gedir. Və yaxud onun dostu, bizim dostumuzda deyəndə sırf ona aid olan, bizə aid olan dostdan söhbət gedir. Deməli, bu sırada, bu birləşmələrdə dost sözü mənsubiyyətə görə dəyişib. Və yaxud baxırıq mənim qələmim birləşməsinə. Mənim qələmim. Birinə deyirsən ki, mənim qələmim səndə qalıb. O da gətirir sənin qələmini verir. Mənim qələmim deyəndə sən artıq ona bildirdin ki, mənim qələmimdir, sənin qələmin deyil. Bu fikir varsa orada, deməli mənsubiyyət var. Deməli, buradakı sözlər oldu şəxs əvəzlikləri, yiyəlik halda olan şəxs əvəzlikləri. Bu sözləri ona görə yazmışam ki, bunlarla bir yerdə işlənəndə mənsubiyyəti ayırd eləmək daha asan olur uşaqlar üçün. Mənim qələmim, mənə məxsus olan qələm, sənin qələmin, sənə məxsus olan qələm və yaxud onun qələmi, ona məxsus olan qələm, qələmimiz, bizim qələmimiz, bizə məxsus olan qələm, sizin qələminiz, yəni sizə aid olan qələm, onların qələmi, qələmləri, onlara aid olan qələmdən söhbət gedir. Deməli, qələm sözü burada mənsubiyyətə görə dəyişib. Demək, mənsubiyyəti belə ümumiləşdiririk. Mənsubiyyət şəxsin şəxsə aidliyin, əşyanın şəxsə aidliyin və əşyanın əşyaya aidliyin bildirir. Məsələn, burada biz şəxsin şəxsə aidliyinin şahidi olduq. Məsələn, mən deyəndə də insandan söhbət gedir, dost deyəndə də insandan söhbət gedir. Deməli, burada hər ikisi şəxs anlayışı bildirdiyinə görə şəxsin şəxsə aidliyindən söhbət gedir.
Burada isə qələm sözü əşya bildirdiyinə görə, mən sözü isə insan bildirdiyinə görə əşyanın şəxsə aidliyini bildirir. Deməli, bu əşya bu şəxsə aiddir. Bu əşya bu şəxsə aiddir. Burada isə bu şəxsə aiddir. Bu fikir ifadə olunub. Və yaxud başqa nümunədə deyə bilərik, demək, əşyanın əşyaya aidliyi də olur. Əşyanın əşyaya aidliyi necə ola bilər? Məsələn, pişiyin ayağı. Pişik də əşyadır, ayaq sözü də əşyadır. Əşyanın əşyaya aidliyi. Və yaxud stolun qıçı. Stol da əşyadır, qıç sözü də əşyadır. İndi baxaq mənsubiyyət şəkilçilərinə. Mənsubiyyət şəkilçiləri. Bayaqçı sözlərdə fikir verdinizsə, dostum, dostumda burada xətt çəkmişəm şəkilçilərin altından. Deməli, burada şəkilçisi ayrılır. Birinci şəxsin təkin bildirir. Sonra burada şəkilçisi ayrılır. İkinci şəxsin təkin bildirir. Üstü 4 şəkilçisi ayrılır. Bu üçüncü şəxsin təkin bildirir. Sonra isə cəmlər. Imız üstü 4. Bu birinci şəxsin cəmin bildirir. Hansısa söz artırılanda birinci şəxs anlayışını bildirir. Inız üstü 4. Bu ikinci şəxsin cəmin bildirir. Üçüncü şəxsdə həm əgər cəmlik də bildirə bilər, təklik də bildirə bilər. Məsələn, onların dostu deyəndə əgər bir dostdan söhbət gedirsə, dostu deyirik. Əgər çox insandan söhbət gedirsə, dostları deyirik. Burada da üstü 4, ları üstü 2 yaza bilərik. İndi yaxşı, mən sizə bir şey də deyim. Birinci və ikinci şəxsi bildik. Mən, sən, biz, siz. Bu anlayış sadəcə insana aiddir. Mən, sən deyəndə bu anlayış dəyişmir. Həmişə bilirik ki, mənim dostum deyəndə birinci şəxsdən söhbət gedir. Amma üçüncü şəxsdə bəzən şagirdlər üçüncü şəxsi qarışdırır. Ona görə qarışdırır ki, indi nümunə yazım, nümunə üzərində izah edeyim. Nəzərdə saxlamaq lazımdır ki, biz dedik, 3 şəxs var dilimizdə. Məsələn, birinci şəxs var, ikinci şəxs var, bir də üçüncü şəxs var. Birinci şəxs mən, biz, ikinci şəxs sən, siz, üçüncü şəxs isə o, onlar əvəzliyi ilə ifadə olunur. Amma bir şeyi yadda saxlamaq lazımdır ki, üçüncü şəxs bütün həm o əvəzliyi ilə, onlar əvəzliyi ilə ifadə olunur, həm də digər əşyalar, ətrafımızda gördüyümüz bütün əşyalar üçüncü şəxs hesab olunur. Bu həm insanlar ola bilər, xüsusi isimlər ola bilər, həm yer adları ola bilər, həm cansız əşyalar ola bilər, həm mücərrəd anlayışlar ola bilər, həm heyvanlar ola bilər, quşlar ola bilər. Demək, ətrafımızda gördüyümüz hər bir əşya üçüncü şəxs hesab olunur. Məsələn, ağac, kol, daş, qum və yaxud xüsusi isimlərdən hər hansısa bir insan adlarının hamısı lalə, yasəmən, qəmər və s. olsun, cansız əşyalar, parta, stol, stul, bu kimi əşyaların hamısı üçüncü şəxs hesab olunduğuna görə həmin o sözlər də mənsubiyyətə görə dəyişəndə bəzən fərqli görsənir. Uşaq da yiyəlik hallı şəxs əvəzliyinə öyrəşdiyi üçün bunu müəyyənləşdirməkdə biraz çətinlik çəkir. Amma bilmək lazımdır ki, məsələn, onun dostu deyəndə dostu sözü mənsubiyyətə görə dəyişib, düzdür. Arifin dostu da deyəndə Arif sözü elə üçüncü şəxsi bildirdiyinə görə Arifin dostu onun dostu. Deməli, bu özü də yiyəlik hallı sözdür. Bu yiyəlik hallı əvəzliyidir, bu yiyəlik hallı sözdür. Özündən sonra gələn söz də mənsubiyyət şəkilçilidir. Və yaxud Yusifin dostu. Dost sözü hər üç birləşmədə mənsubiyyətə görə dəyişib. Deməli, Arif sözü özü, Yusif sözü özü də üçüncü şəxsi bildirir. Və yaxud onun qələmi deyirəm, dostumun qələmi, Aysunun qələmi. Dost da üçüncü şəxsi bildirir, Aysun da üçüncü şəxsi bildirir. Və qələm sözü hər üç birləşmədə mənsubiyyətə görə dəyişib. Deməli, biz həmişə fikrimizdə belə tutsaq ki, onun qələmi, onun çantası, onun anası, bu bizi çaşdırar. Belə nümunələr qabağımıza çıxanda biz çaşa bilərik. Ona görə də indidən bilək ki, bu sözlər özü də üçüncü şəxs hesab olunur. Ona görə də bu formada birləşmələr gələndə bilməliyik ki, ondan sonra gələn söz mənsubiyyətə görə dəyişib. Və yaxud stolun qıçı, pişiyin bığları, çantanın içi.
Stol, pişik, çanta sözləri də o əvəzliyini bildirir. Stolun qıçı, onun qıçı. Deməli, stolun sözün onun sözü ilə əvəz eləsək, qıçı sözündəki olacaq mənsubiyyət şəkilçisi. Pişiyin bığları, onun bığları. Deməli, buradakı olacaq mənsubiyyət şəkilçisi. Çantanın içi, onun içi. Əvəz elədiyi, deməli, içi sözündəki i şəkilçisi oldu mənsubiyyət şəkilçisi. Belə şeylərdə diqqətli olun. İndi mən sizə yiyəlik halın mənsubiyyət şəkilçisindən və təsirli halın mənsubiyyət şəkilçisindən fərqləndirməsini izah eləyəcəm.